Dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün sizə sosial qaydalar vəsaitimiz haqqında ətraflı şəkildə məlumat paylaşacağım. Sosial qaydalar Azərbaycan dili vəsaitimizin müəllifi Əfsanə Ağayevadır. Vəsaitimiz Landa Nəşriyyat evində satışa buraxılır. Ən yeni nəşr bu nəşrdir. Vəsaitimizin üzərində holoqram verilib. Holoqramlı vəsaitləri əldə edin, zəhmət olmasa, çünki holoqramlı vəsaitlərin hər biri orijinal vəsaitlərdir. Vəsaitimizin bu hissəsində QR kod verilib ki, QR kod vasitəsilə şagirdlər şifahi suallarla biliklərini yoxlaya bilərlər. Bu vəsaitimizdə 1-4-cü sinifə məxsus olan bütün qaydalar yer alıb. İlk olaraq baxaq mündəricə hissəsinə. Mündəricə hissəsinə nəzər yetirdiyimiz zaman görəcəyik ki, 1-4-cü sinifdə olan bütün mövzuların hər biri verilib və onlara uyğun olaraq bütün mövzuların hər birinə uyğun qaydalar verilib. Qaydalar asan formada yazılıb ki, şagirdlər daha yaxşı mənimsəmiş olsunlar. Vəsaitimizin iç hissəsi ilə tanış olaq daha detallı şəkildə. Vəsaitimizin son hissəsində isə qeyd vərəqi verib ki, şagirdlər bu hissədə qeydlərini apara bilərlər. Vəsaitimizin qiyməti 4.50-dir. Digər vəsaitimiz sosial qaydalar riyaziyyat vəsaitidir. Müəllifi Orxan Bəyovdur. Landa Nəşriyyat evində satışa buraxılır. Ən yeni nəşri bu nəşrdir. Holoqram üzərində verilən kitablara etibar edin. Bu hissədə isə yenə də QR kod verilib ki, şagirdlər şifahi suallarla biliklərini yoxlaya bilərlər. Mündəricə hissəsinə nəzər saldığımız zaman görəcəyik ki, ilk bölmə ədədlər və rəqəmlərdən başlayır. Sonuncu hissə pullarımız da bitir. 1-4-cü sinifə uyğun bütün qaydalar burada yer alır. Bu vəsait vasitəsilə şagirdlər riyaziyyatı daha yaxşı şəkildə mənimsəmiş olacaqlar. Asan formada yazılıb, nəfis tərtibata məxsusdur. İndi isə gəlin iç hissəsinin nümunəsi ilə tanış olaq. Daha detallı formada. Bu hissədə yenə qeyd vərəq verilib ki, şagirdlər qeydlərini bu hissədə apara bilərlər. Vəsaitimizin qiyməti 4.50-dir. Hər iki vəsaitimizi sinif üzrə sifariş etmək istəsəniz, əlaqə nömrələrimiz 055 216 86 47 099 206 10 51. Sinif üzrə sifariş olunanda endirim olunur. Əlavə olaraq da ki, çatdırılma xidmətiniz tam şəkildə ödənişsiz olacaq.